Hamıya salam. Unreal Engine daxilində dərslərimiz davam edir. Bugünkü dərsimizdə mühərrik daxilində modelləşdirmə və level dizayn haqqında öyrənəcəyik. Məhz bugünkü dərsimizi bir izləyicimizin istəyi üzərindən həyata keçirirəm. Əvvəlcə mühərrik daxilində level dizaynın necə işlədiyini, ümumiyyətcə level dizayn haqqında sizlərə məlumat verəcəyəm. Daha sonra mühərrik daxilində buradan da gördüyümüz kimi modelləşdirmə alətləri ilə, daha doğrusu ən vacib istifadə olunan modelləşdirmə alətləri ilə yaxından tanış olacağıq. Level dizayn haqqında danışmamışdan öncə ümumiyyətcə mühərrik daxilində modelləşdirmənin növləri haqqında danışaq. Modelləşdirmə öz-özlüyündə iki hissəyə bölünür. Poligonal modelləşdirmə və parametrik modelləşdirmə. Poligonal modelləşdirmə dedikdə burada obyektin poligonal səviyyədə həmin poligonları ilə manipulyasiya nəzərdə tutulur. Yəni poligonal modelləşdirmə zamanı biz obyektin birbaşa poligonlarını manipulyasiya edərək, yəni daha sadə dildə desək, dəyişiklik edərək modelləşdirməni həyata keçirdə bilirik. Lakin parametrik modelləşdirmə dedikdə isə burada istənilən obyektin bizə verilmiş hazır parametrlər əsasında modelləşdirilməsini həyata keçirdə bilərik. Məhz Unreal Engine mühərriki daxilində parametrik modelləşdirmədən danışacağıq. Bundan əlavə Unreal Engine 5 mühərrikinin yeni versiyalarında artıq poligonal modelləşdirməyə də xüsusi yer ayrılıb və əlavə olaraq onu da diqqətinizə çatdırım ki, artıq Unreal Engine 5 mühərriki daxilində sculpt modelləşdirməni də həyata keçirmək mümkündür. Poligonal modelləşdirmə dediyimiz kimi modelin poligonları ilə işlədiyimizə görə burada ilkin öncə poligonun nə olduğunu, necə işlədiyini öyrənək. Ümumiyyətcə, hər bir poligon 3 vertex nöqtədən ibarətdir. Burada vertex nöqtələr dedikdə hündürlük nöqtələri nəzərdə tutulur. Sadə dildə bunu izah eləsək, səhnədə hal-hazırda bir ədəd kub yerləşdirirəm və bizim bu gördüyümüz kubun künc nöqtələrini hündürlük nöqtəsi kimi qəbul etmək olar. Yəni burada hündürlük nöqtələri birləşmə nöqtələri sayılacaq və eyni zamanda vertex nöqtələr sayılacaq. Və buradan da belə başa düşürük ki, 3 qonşu nöqtənin birləşməyindən əmələ gələn sadə həndəsi fiqura bildiyimiz kimi üçbucaq deyilir. Məhz buna görə də modelləşdirmədə ən geniş istifadə olunan poligonlardan söhbət gedir. Lakin bundan əlavə qrafik təsvir üsulları daxilində voxel qrafikadan da geniş istifadə olunur. Buna isə hamımızın tanıdığı məşhur Minecraft oyununu nümunə çəkmək olar. Məhz bu qrafik təsvir üsulu zamanı səhnədə bütün gördüyümüz obyektlər xüsusi voxellərdən təşkil olunur. Yəni burada artıq poligonlardan söhbət getmir. Sadə dildə desək, səhnədə kublardan burada söhbət gedir. Poligonal modelləşdirilmənin nə olduğunu, necə işlədiyini öyrəndikdən sonra parametrik modelləşdirmə haqqında mühərrik daxilində qısa məlumat verim sizə. Parametrik modelləşdirmə zamanı dediyimiz kimi bizə hazır şəkildə verilmiş parametrlər əsasında modelləşdirməni həyata keçirdə bilirik. Məhz Unreal Engine mühərriki daxilində əsasən parametrik modelləşdirmə ilə işləyə bilirik. Bunun üçün sadəcə olaraq rejimlər pəncərəsindən modeling bölümünə keçid edirik. Əgər burada sizdə modeling bölümü görünmürsə, bunun üçün edit bölümündən plugins bölümünə keçid etmək lazımdır və axtarış bölümündə modeling yazırıq və burada gördüyümüz Modeling Tools Editor mod adlı plugini aktivləşdiririk və daha sonra mühərrikə restart veririk. Bu əməliyyatdan sonra artıq sizdə bu bölümdə modeling rejimi aktiv olacaq. Modeling rejiminə keçid etdikdən sonra bu hissədə modeling bölümündə istifadə edə biləcəyimiz bölmələri görürük və hər bir bölmənin burada fikir verirsinizsə, özünə məxsus xüsusi alt bölmələri mövcuddur. Məhz bu alətlər vasitəsilə biz hazır şəkildə istənilən model üzərində parametrik şəkildə, yəni verilmiş buradakı parametrlərə uyğun olaraq modelləşdirməni həyata keçirdə bilirik. Lakin dediyimiz kimi, artıq Unreal Engine 5 mühərriki daxilində nəinki parametrik modelləşdirmə, hətta burada gördüyümüz kimi sculpting əməliyyatlarını da həyata keçirdə bilirik. İndi isə mühərrik daxilində level dizaynın necə işlədiyini birlikdə öyrənək. Ümumiyyətcə, oyun proqramlaşdırılmasında level dizayn olduqca əhəmiyyətli və vacib bir hissə sayılır. Çünki bütün oyunun gedişatı və müqəddəratı əsasən level dizaynerdən asılı olur. Çünki nəzərə almaq lazımdır ki,
oyun daxilində olduqca müxtəlif və rəngarəng maraqlı oyun mexanikalarından istifadə edə bilərik. Lakin bizim səviyyəmiz düzgün şəkildə level designer tərəfindən dizayn olunmasa, yəni qurulmasa, həmin oyun oyunçular üçün sıxıcı və darıxdırıcı olacaq və bunun nəticəsində də oyunçular sadəcə olaraq müəyyən bir qısa zaman keçdikdən sonra sizin oyuna artıq maraq göstərməyəcəklər. Buna görə də ümumiyyətcə oyun proqramlaşdırılmasında ən fundamental, ən vacib məsələlərdən biri məhz bugün danışacağımız level design məsələsidir. Ümumiyyətcə level designer ilkin öncə qarşıya qoyulmuş ssenariyə uyğun olaraq müəyyən mərhələləri həyata keçirməlidir. Məhz bu həyata keçiriləcək mərhələlər oyunun ümumi ssenarisinə uyğun şəkildə, balanslı şəkildə həyata keçirilməlidir. Yəni, oyuna yeni başlayan zaman artıq oyunçu əsas personajın hansı nöqtədən oyuna başlayacağını və hansı nöqtəyə doğru hərəkət edəcəyini əvvəlcədən təxmin etməlidir. Çünki nəzərə almaq lazımdır ki, misal üçün, open world tipli, yəni açıq dünya tipli böyük bir oyun düzəldə bilərik. Lakin bu oyun daxilində öz personajımıza hardan haraya gedəcəyini deməsək, bizim idarə etdiyimiz personajımız sadəcə olaraq uzaq bir məsafələrə sıxıcı şəkildə, sonsuz şəkildə qaçacaq deməkdir. Bu da nəzərə almaq lazımdır ki, oyun daxilində olduqca darıxdırıcı və sıxıcı gələ bilər. Məhz buna görə də level designer üzərinə düşən ən vacib məsələlərdən biri oyunun əsas ssenarisinə uyğun olaraq əsas personajın atacağı bütün addımları əvvəlcədən oyunda qurulmuş level dizayna əsasən həyata keçirməkdən ibarətdir. Bundan əlavə oyun daxilində level design qurulan zaman ilkin öncə blockoutlar deyilən mərhələ işləməyə başlayır. Məhz burada ilkin mərhələdə grey boxlar deyilən xüsusi boz rəngdə boxlar vasitəsilə ilkin mərhələdə bizim səviyyəmiz dizayn olunur. Hal-hazırda ekranda biz bunun nümunəsini görürük. Məhz bu zaman level designer oyunda təxmini oyunçunun hansı nöqtədən başlayıb, hansı nöqtəyə doğru, hansı maneələr əsasında və hansı şərtlər əsasında irəliləyəcəyini artıq müəyyənləşdirmiş olur. İkinci mərhələdə artıq grey boxlar vasitəsilə deyil, white boxlar kimi adlandırdığımız ağ rəngdə xüsusi və daha dəqiq işlənmiş bloklar ilə həmin leveli dizayn etməyə başlayır. Yəni buradan da belə nəticəyə gəlmək olur ki, artıq level dizaynın ikinci mərhələsində white boxlara keçid edən zaman artıq bizim səviyyəmiz daha dəqiq şəkildə işləməyə başlayır və müəyyən test mərhələlərindən keçid etdikdən sonra son mərhələ olaraq level designer artıq oyun daxilində bütün bitki örtüyünün və səhnədə istifadə edəcəyimiz bütün obyektləri, hər bir şeyi öz yerinə yerləşdirməyə başlayır. Yəni, daha öncə səhnədə istifadə etdiyi white boxların yerinə uyğun olaraq bitki örtüyünü və yaxud da digər obyektləri yerləşdirməyə başlayır və nəhayət, son olaraq artıq mərhələ tamamilə formalaşmağa başlayır. Lakin burada ən vacib məqam İlk iki mərhələnin düzgün işlənilməyindən söhbət gedir. Çünki nəzərə almaq lazımdır ki, birinci iki mərhələdə müəyyən səhvlərə yol verilərsə, sonuncu level art mərhələsində isə artıq bu məsələləri aradan qaldırmaq olduqca çətin bir hala gələcək. Ona görə də level dizayn zamanı ilk iki mərhələ, yəni grey box və white box mərhələsi əsas həlledici mərhələ sayılır. Buna uyğun sadə bir nümunə çəkim. Misal üçün, oyun daxilində, hal-hazırda ekranda nümunədən də gördüyümüz kimi, əsas personaj adi bir qapı boşluğundan keçən zaman oyunçunun burada ümumi ölçüsü, kameranın görmə rakursu və bütün məsələlər nəzərə alınmaqla əsas bizim qapımızın ölçüsü burada işlənilməlidir. Nəzərə almaq lazımdır ki, qapının ölçüsü misal üçün düzgün işlənilmərsə, əsas personajın bu qapıdan keçid edən zaman çox böyük çətinlik yaşayacaq. Bu da normal bir hal olmayacaq. Ona da görə bu məsələlərə level dizaynın ilkin iki mərhələ zamanı olduqca ciddi şəkildə fikir vermək lazımdır. Hal-hazırda səhnədə belə bir nümunə görürük. Məhz gördüyümüz bu nümunə üzərində belə bir materialın tətbiq olunduğunu görürük.
Bu material level dizayn zamanı geniş istifadə olunan material sayılır. Məhz bu grid material vasitəsilə level designer ümumi ölçülərlə dəqiq işləyə bilir. Burada bu materialın üzərinə hal-hazırda fikir versək, burada qara rəngdə kəskin şəkildə seçilmiş kvadratlar görürük. Məhz burada gördüyümüz bu böyük kvadratımızın ölçüsü 1 metr sayılır. Yəni bu kvadratımızın hal-hazırda ölçüsü eninə və uzunluğuna 1 metrin 1 metrə ölçülü olan bir kvadrat sayılır. Və bu kvadratın daxilində gördüyümüz kiçik kvadratlar isə 20 santimetrlik kvadratlar sayılır. Məhz burada dediyimiz kimi level designer artıq səhnədə səviyyəni dizayn edən zaman bu grid materialın hesabına ümumi ölçüləri balanslı şəkildə istifadə edə bilir. Bundan əlavə, səhnədə level dizayn olunan zaman yuxarı hissədə gördüyümüz burada ümumi setkaya bağlanmağı buradan istər ləğv edə bilərik, istərsə də buradan addım sayımızı artırıb azalda bilərik. Misal üçün hal-hazırda səhnədə bir ədəd kub görürük və gördüyümüz kimi bu kubumuzun ölçüsü bizim səhnədə daha öncə sizə izah etdiyim ümumi bir ədəd kvadratın ölçüsünə bərabərdir. Buradan da belə başa düşürük ki, bizim hal-hazırda gördüyümüz kubumuzun ölçüsü 1 metrin 1 metrə olan ölçüdən burada söhbət gedir. Məhz hal-hazırda burada ümumi addım ölçümüzü 50-yə qaldırıram və hal-hazırda səhnədə bu kubumuzu hərəkət elətdirsəm, gördüyümüz kimi bizim burada təyin etdiyimiz addım ölçüsünə nəzərən burada kubumuzu hərəkət etdirməyə başlayırıq. Lakin buradakı addım sayımızı daha böyük dəyərlərə mənimsətdiyimiz zaman, misal üçün burada 1000 olaraq təyin edirəm. Bu zaman kubumuzu hərəkət etdirsək, artıq bizim kubumuz hər addım zamanı 1000 unit məsafə buraxacaq deməkdir. Misal üçün burada analoji olaraq bu ölçünü 100-ə salırıq və gördüyümüz kimi bizim kubumuz hərəkət edən zaman hər addımda 100 unit məsafə buraxır və uyğun olaraq buradan addım sayımızı 1-ə saldığımız zaman bizim kubumuz olduqca yumuşaq şəkildə səhnədə hərəkət etdirə biləcəyik. İndi isə mühərrik daxilində modelləşdirmə bölümündə yerləşən dediyimiz kimi ən vacib bir neçə parametrlərlə tanış olaq. Ümumiyyətcə Unreal Engine 5 mühərrikin daxilində dediyimiz kimi modelləşdirmə alətləri olduqca genişləndirilib və artıq istifadəçilər birbaşa mühərrik daxilində kənar softlardan istifadə etmədən demək olar istənilən modelləşdirməyə aid əməliyyatları birbaşa mühərrik daxilində həyata keçirdə bilərlər. İlkin öncə buradan modeling bölümünə keçid edirik və daha sonra burada pivot point adlı parametrin işləməsinə baxacağıq. Bunun üçün Xform adlı bölümə keçid edirik və Content Browser'da yerləşən istənilən modelimizi tutub səhnəyə yerləşdiririk. Modelimizi səhnəyə yerləşdirdikdən sonra bu yerləşdirdiyimiz modelimizin pivot nöqtəsinin, yəni mərkəz nöqtəsinin aşağıda bu hissədə olduğunu görürük. Təbii ki, dediyimiz kimi istəyə uyğun olaraq bu pivot pointu burada birbaşa mühərrik daxilindən dəyişdirə bilirik. Bunun üçün Xform bölümünə keçid etdikdən sonra Edit Pivot bölümünə klik edirik və daha sonra mərkəz nöqtəmizi istənilən yerə bu şəkildə oxlar üzrə çəkib buraxa bilərik. Pivot nöqtəmizin yeni yerini müəyyənləşdirdikdən sonra aşağıda gördüyümüz Accept düyməsinə klik edirik və artıq gördüyümüz kimi bizim modelimizin mərkəz nöqtəsi bu nöqtədə deyil, bizim öz təyin etdiyimiz nöqtədə olacaq və hətta Content Browser'dən həmin modelimizi yenidən səhnəyə yerləşdirdiyimiz zaman buradan da gördüyümüz kimi artıq bizim modelimizin yeni mərkəz nöqtəsi bizim öz təyin etdiyimiz yerdə formalaşır. Növbəti baxacağımız parametr Lattice adlı parametrdir. Bu parametrin köməyi ilə istənilən modelin geometriyasını istədiyimiz şəkildə redaktə edib istifadə edə bilərik. Hal-hazırda səhnədə 2 nümunə hazırlamışam. Birinci gördüyümüz nümunədə belə bir plane üzərinə material tətbiq etmişəm və daha sonra burada gördüyümüz kimi ön hissəyə 2 ədəd bordur yerləşdirmişəm. Bunun üçün burada gördüyümüz plane'imizi nümunə olaraq bu şəkildə çevirirəm və buradan fikir versək, bizim plane'imiz bu hissələr havada qalır və modelləşdirmə zamanı bu hissəni düzəltmək tələb olunarsa, bunun üçün ilkin öncə modelimizi seçirik və daha sonra Deform bölümünə keçid edirik və bu hissədə gördüyümüz Lattice adlı parametri seçirik
Və daha sonra bizim seçdiyimiz modelin burada gördüyümüz kimi vertexləri bizim üçün redaktə etmək üçün əlçatan olur. İstədiyimiz vertexləri buradan bu şəkildə seçirik. Seçim etdikdən sonra istənilən ox üzrə bu şəkildə geometriyanı tənzimləyə bilərik. Və hətta hal-hazırda modelimizə yan hissədən baxsaq, modelimizin həqiqətən də geometriyasını bu şəkildə deformasiya etdiyini görə bilərik. Ümumiyyətcə, Level Design daxilində olduqca geniş istifadə olunan parametrlərdən biri sayılır lattice parametri və digər bir nümunəyə burada hal-hazırda baxsaq, səhnədə gördüyümüz kubumuzun bu hissəsini deformasiya etmək üçün yenidən kubumuzu səhnədə birbaşa seçirik və lattice adlı parametri seçdikdən sonra istənilən vertexləri buradan bu şəkildə mouse'un köməyi ilə seçirik və daha sonra dediyimiz kimi istənilən ox üzrə bu şəkildə həmin vertex nöqtələri redaktə edə bilərik və daha sonra accept düyməsinə klik etməklə bu dəyişikliyi yadda saxlayırıq və daha öncə sizə dediyim kimi burada gördüyümüz Dynamic Mesh Sculpting adlı parametrin köməyi ilə birbaşa istənilən seçilmiş modelimizin sculptingini həyata keçirdə bilərik. Bunun üçün bu bölməni aktivləşdirdikdən sonra burada fırçamızın ölçüsünü müəyyənləşdirə bilərik və daha sonra həmin fırçamız üçün burada sərtlik və digər parametrləri tənzimlədikdən sonra sadəcə olaraq mouse'un köməyi ilə bu şəkildə sculpting əməliyyatını həyata keçirdə bilərik. Növbəti baxacağımız parametr burada gördüyümüz Warp adlı parametrdir. Bu parametrin köməyi ilə istənilən səhnədə seçilmiş modeli sadəcə olaraq müxtəlif cür deformasiya edib istifadə edə bilərik. Misal üçün hal-hazırda bu modelimizi seçirik və daha sonra Warp bölümünə klik edirik və burada bizə bir neçə seçim verilir. Bu seçimlərə əsasən buradan da gördüyümüz kimi öz modelimizi bu şəkildə dəyişib istifadə edə bilərik və yaxud da burada digər bir Squish adlı rejimə keçid edirik və gördüyümüz kimi bu şəkildə modelimizi dəyişib dediyimiz kimi istifadə edə bilirik. Misal üçün bu şəkildə dəyişikliyi etdikdən sonra accept düyməsinə klik edirik və artıq gördüyümüz kimi bizim modelimiz etdiyimiz dəyişikliyə əsasən bu şəkildə yaddaşda saxlanılır. Növbəti baxacağımız parametr burada Create adlı parametrdir. Adından da göründüyü kimi Create adlı bölmənin köməyi ilə biz birbaşa istənilən şəkildə burada həndəsi fiqurları sıfırdan düzəldib, redaktə edib istifadə edə bilərik. Misal üçün hal-hazırda səhnədə də nümunədən gördüyümüz kimi burada bir neçə həndəsi fiquru sıfırdan burada düzəltmişəm. Bunun üçün sadəcə olaraq istədiyimiz həndəsi fiqurun üzərinə klik edirik və daha sonra səhnənin istənilən yerində bu şəkildə klik etdikdən sonra yeni əlavə edəcəyimiz modelimizin müəyyən burada parametrlərini tənzimləyə bilərik bu şəkildə və daha sonra accept düyməsinə klik etməklə bu qaydada yeni statik meshlər düzəldib istifadə edə bilərik. Növbəti baxacağımız olduqca vacib parametrlərdən biri Remesh adlı parametrin iş prinsipinə baxacaq. Bu parametrin köməyi ilə mühərrik daxilində istənilən modelin poligonal səviyyəsini azaldıb və yaxud da artıra bilərik. Bunun üçün sadəcə olaraq səhnədə istədiyimiz modelimizi bu şəkildə seçirik və yaxud da sıfırdan düzəltdiyimiz modelin də poligonal səviyyəsini bu parametrin köməyi ilə tənzimləyə bilərik. Misal üçün hal-hazırda səhnəyə belə bir model yerləşdirirəm və daha sonra Mesh bölümünə keçid edirik və burada Remesh bölümü görürük. Remesh bölümünə klik etdikdən sonra burada bu modelimiz üçün poligonal səviyyəni müəyyənləşdirə bilirik. Misal üçün hal-hazırda buradan gördüyümüz kimi bizim bu modelin poligon səviyyəsi 145 mindən çoxdur. Nümunə üçün mən burada 500 yazıram və daha sonra accept düyməsinə klik edirəm və artıq bizim redaktə etdiyimiz modelin poligon səviyyəsi 500 poligona düşür və yaxud da analoji olaraq istənilən model üçün poligonal səviyyəni artırıb istifadə edə bilərik. Onu da diqqətinizə çatdırım ki, ümumiyyətcə mühərrik daxilində əsasən də fizikanın
parça üçün simulyasiya olunacağı zamanı modellərin poligonal səviyyəsini artırmaq tələb olunur. Məhz bunu da burada gördüyümüz bu parametr əsasında həyata keçirdirik. Uyğun olaraq buradan yenidən remesh bölümünə keçid edirik və burada 145.000 deyil 500.000 yazdıqdan sonra yenidən accept düyməsinə klik edirik və bizim artıq modelimizin poligonal səviyyəsi 145.000 deyil 500.000 olaraq müəyyənləşəcək. Və digər bir nümunədə səhnədə hal-hazırda gördüyümüz iki sfera xarici görünüşü tamamilə bir-birinə uyğun olsa da biz buradan wireframe rejimə keçid etdiyimiz zaman sol hissədə yerləşən sferanın poligonal səviyyəsinin necə aşağı olduğunu, sağ hissədə yerləşən sferanın isə poligonal səviyyəsinin nə qədər yüksək olduğunu buradan hal-hazırda görə bilirik. Məhz bunu da dediyimiz kimi remesh parametri vasitəsilə həyata keçirdə bilirik. Növbəti baxacağımız parametrlərdən biri olduqca maraqlı parametrlərdən biri sayılır. Bu parametrimiz Extrude Polygons adlı parametrimizdir. Məhz bu parametrin köməyi ilə səhnədə sıfırdan istədiyimiz formada modelləşdirməni həyata keçirdə bilirik. Misal üçün dizaynerlər və memarlar tərəfindən olduqca geniş istifadə olunan alətlərdən biri sayılır. Bunun üçün sadəcə olaraq Create bölümündə Extrude Polygons adlı bölümə klik edirik və daha sonra səhnədə birbaşa burada gördüyümüz istənilən boş yerdə istənilən cizgini burada mouse'un köməyi ilə klik etməklə bu şəkildə çəkə bilirik. Və cizgimizi tamamilə çəkib bitirdikdən sonra gördüyümüz kimi mouse'u yuxarı aşağı hərəkət etdirdiyimiz zaman bu obyektimizin hündürlüyünü bu şəkildə istədiyimiz kimi tənzimləyə bilərik. İstədiyimiz hündürlüyə gətirdikdən sonra sadəcə olaraq mouse ilə klik edirik və burada Complete adlı bölümü seçməklə bu şəkildə istədiyimiz kimi bizim təyin etdiyimiz cizgiyə uyğun olaraq bu şəkildə modelləşdirməni həyata keçirdə bilirik. Dediyim kimi dizaynerlər və memarlar tərəfindən olduqca geniş istifadə olunan alətlərdən biri sayılır. Dizaynerlərin və memarların gözəl bildiyi kimi sıfırdan ümumiyyətcə verilmiş çertyoja əsasən evi qaldırmaq tələb olunur. Məhz bu zaman bu dediyimiz alətdən geniş istifadə olunur. Növbəti burada baxacağımız parametrimiz Revolve Path adlı parametrdir. Bu parametrin işləmə prinsipi nisbətən bundan öncə baxdığımız Extrude Polygons adlı parametrin işləmə prinsipinə oxşardır. Bunun üçün bu bölümü əvvəlcə seçirik və burada səhnədə gördüyümüz kimi mühərrik bizə hazır şəkildə burada gördüyümüz kimi bir setka təqdim edir. Məhz bu setka üzərində istədiyimiz cizgidə düzəltmək istədiyimiz obyektin kənar konturlarını çəkirik. Misal üçün hal-hazırda mouse'u klik etməklə belə bir kənar konturlar çəkirəm. Bu şəkildə cizgilərimizi təyin etdikdən sonra ən son nöqtə olaraq bu hissədə klik etdiyimiz zaman bizim gördüyümüz kimi burada çəkdiyimiz cizgilərə əsasən, daha doğrusu kontur nöqtələrə əsasən mühərrik bizim üçün hazır şəkildə model təqdim edir. Accept düyməsinə daha sonra klik edirik və hal-hazırda səhnədə də gördüyümüz kimi bizim çəkdiyimiz kənar konturlara əsasən mühərrik bizim üçün bu şəkildə hazır model təqdim edir. Bu parametrdə olduqca geniş istifadə olunan parametrlərdən biri sayılır. Və burada son olaraq gördüyümüz kimi level design zamanı ümumiyyətcə pilləkənlərin olduqca level dizaynerlər üçün problem yaratdığı bir məsələ sayılır. Məhz buna görə də level design zamanı pilləkənlərin daha optimal formada necə istifadə olunacağını sizlərə hal-hazırda izah edəcəyəm. Səhnədə gördüyümüz kimi 2 ədəd pilləkən modelindən istifadə etmişəm. Bunun üçün sadəcə olaraq Create bölümündən Stairs adlı parametri keçid edirik və burada pilləkənimizin modelini seçə bilərik. Daha sonra səhnədə bu şəkildə yerləşdiririk mouse'un köməyi ilə və burada pillələrin sayını, enini, uzunluğu və digər parametrləri tənzimlədikdən sonra Accept düyməsinə klik edirik. Bu şəkildə
gördüyümüz kimi 2 ədəd uyğun pilləkən modeli hazırlamışam. Lakin sol hissədə gördüyümüz bu pilləkən modeli hazır oyun üçün optimizasiya olunmuş pilləkən modeli sayılır. Sağ hissədə gördüyümüz isə sadəcə olaraq burada hazırladığımız stok bir model sayılır. Oyuna başladığımız zaman bizim personajımız əvvəlcə sağ tərəfdə gördüyümüz stok model üzərinə çıxmağa başlayır və gördüyümüz kimi bizim personajımız pilləkən üzərinə çıxan və düşən zaman kamerası necə oynamağa başlayır və bu da xoşagəlməz bir görüntü əmələ gətirir. Lakin bizim əsas personajımız sol tərəfdə gördüyümüz oyun üçün optimallaşdırılmış pilləkən üzərinə çıxan zaman gördüyümüz kimi olduqca yumuşaq şəkildə pilləkən üzərinə çıxıb düşə bilir. Bunun üçün sadəcə olaraq pilləkən modelimizi hazırladıqdan sonra bu modelin redaktoruna bu şəkildə daxil oluruq və daha sonra kolliziya bölümündən bir ədəd box kolliziya əlavə edirik. Box kolliziyamızı buraya əlavə etdikdən sonra burada gördüyümüz bu bölümləri söndürürük və daha sonra bu kolliziyamızı pilləkənimizin dönmə bucağına uyğun olaraq bu şəkildə döndəririk və buradan da gördüyümüz kimi kolliziyanı pilləkən üzərinə bu qaydada səliqəli şəkildə yerləşdiririk və bu əməliyyatı icra etdikdən sonra həmin bu pilləkən modelimizin Details bölümündə Collision Complexity adlı parametri buradan açırıq və buradan Simple Collision as Complex bölümünü seçirik. Alınan nəticələri save edirik və daha sonra səhnədə yenidən stok pilləkənimizin üzərinə çıxırıq və artıq gördüyümüz kimi bizim personajımız bu pilləkən üzərində hərəkət edən zaman xoşagəlməz heç bir kamera hərəkəti buradan görmürük və bu da dediyimiz kimi level design zamanı oyun daxilində olduqca geniş istifadə olunan texnikalardan biri sayılır. Bu və digər oyun mexanikaları haqqında bugünkü dərsimizdə sizlərə ətraflı izah etdim. Bununla da mühərrik daxilində level dizaynın necə işlədiyini, ümumiyyətcə level dizaynın nə olduğunu və modelləşdirmə haqqında sizlərlə ətraflı öyrənmiş olduq. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.